Salam, bugün sizdən ptoz xəstəlik barədə bölüşmək istərdim. Ptoz Yunan dilində düşmə deməkdir. Əslində burun ptozu ola bilər, qulaq ptozu ola bilər. Bədənin hər bir orqanının düşməsində biz ptoz adlandırırıq. Göz ptozu, yəni ki, göz qapağının ptozu blefara-ptoz adlandırılır. Bu nə deməkdir? Göz qapaqlarının biri ya ikisi aşağı düşür. Ptoz ya bir tərəfli ola bilər, bir göz qapağının düşməsi, ya iki tərəfli ola bilər, ikisinin də düşməsi. Əlbəttə ki, əgər biri gözdədirsə, daha çox gözə çarpandır. Çünki iki gözümüz var və birin düşəndə, o birisi yuxarıda qalanda biz bunu hiss edirik. İkisi də düşəndə o qədər də gözə çarpmır. Ptoz bölünür iki qrupa. Yaşdan əlaqəli ptoz, yəni ki, qazanılmış ptoz, yaxud da anadan gəlmə. Anadan gəlmə çox vaxtı bir tərəfli olur və siz bu uşaqları görürsünüz çox vaxtı. Gözləri biraz aşağıdır və valideynlər çox narahatdırlar. Və birinci sual, nə vaxt əməliyyat etmək lazımdır, ya əməliyyatsız bir müalicəsi varmı? Deməli, yaşlılarda ptoz və cavanlarda ptoz problem nədədir? Fikir verin ki, göz qapağı budur. Gözün düz arxasından əzələ gəlir və birləşir göz qapağının üstünə. Əgər bu göz qapağı yaşlılarda çox vaxtı belə olur, aralanırsa, deməli göz qapağı düşür və burada ancaq cərrahi əməliyyatdır və bu həmin əzələni yerinə gətirib tikişlərlə bərkitmək lazımdır ki, yenidən göz qapağı qalsın. Əgər bu anadan gəlmə ptozdursa, deməli burada artıq problem əzələnin özündədir, birləşmə yerində deyil. Bu əzələ özü əməliyyat olunanda da biz nə müşahidə edirik? Əzələ olmalıdır qırmızı rəngdə. Amma bu uşaqlarda qırmızı deyil, qırmızının içində sarı liflər əmələ gəlir. O da nə deməkdir ki? Sarı liflər varsa orada demək pidir. Pidə əlbəttə ki, bilirsiniz ki, qaldırma gücü yoxdur. Ona görə də göz qapağı düşür aşağı. Burada da əməliyyat olunanda gərək həmin bu göz qapağı daha da aşağı salınsın ki, göz qapağı qalxsın. Ümumiyyətcə, ptoz əməliyyatları iki qrupa bölünür. Biri, öz əzələsini qaldırmaqla, İkincisi isə askı əməliyyatları, göz qapağını qaşa birləşdirməklə. Əlbəttə ki, qaşa birləşdirəndə kosmetik cəhətdən bu o qədər də yaxşı görünmür. Müqayisə eləsək, qaş əməliyyatı ya öz əzələ əməliyyatı, əlbəttə ki, öz əzələ əməliyyatı daha kosmetik cəhətdən gözəl görünür. Amma hansı əməliyyat sizin uşağınıza yarayırsa, ancaq həkiminiz deyə bilər. Tez-tez verilən suallardan biri də, əgər uşaqlarda ptoz varsa, nə vaxt əməliyyat olunmalıdır? Gözləyə bilərikmi, ya yox, ya öz-özünə düzələndir, ya yox. Bəzi hallarda öz-özünə çox cüzi düzələ bilər. Amma əgər göz qapağı bəbəyi səviyyəsinə çatıbsa, onda bu uşaqlarda nə qədər tez olunsa, o qədər də yaxşıdır. Çünki xatırlamaq istəyirəm ki, əgər vaxtında göz açılmayıbsa, bu uşaqlarda tənbəllik yaranır, yəni ki, ambliopiya. Ambliopiya nədir və tənbəllik növbəti videoda mən sizinlə bölüşəcəm. 10 yaşa qədər və nə qədər tez olsa, əslində o qədər yaxşıdır ki, o göz qapağı qaldırılsın. Yaşlı insanlarda isə qazanılmış ptozda çox vaxtı kosmetik cəhətdən xəstələr narahatdırlar. Siz fikir versəniz ki, yaşlılarda çox vaxtı qaşlar qalxır. Nəyə görə qalxır? Çünki göz qapağı düşəndə beyin bunu bilir və siqnal göndərir ki, qaşları qaldır ki, göz qapaqlarım açılsın. Əgər hansısa bir sualınız varsa, zəhmət olmasa kommentlərdə yazın, onları cavablandıracağım. Çox sağ olun.